Salam hörmətli futbol azarkeşləri. Misri Premyer Liqasının 16-cı turun oyunlarında mübahisəli epizodları təhlili üçün qarşınızdayım. Kəpəz Turan qarşılaşmasının 51-ci dəqiqəsində top Kəpəzin oyunçusunun əlinə dəyir. Lakin hakim mübarizəni davam etdirir. VAR epizodu yoxlayır və hakimin qərarının doğru olduğunu təsdiqləyir. Qaydalara əsasən oyunçunun əlləri bədənə yaxındır və əl topla təmasdan qaçır. Bu səbəbdən hakimin davam qərarı doğrudur. Qarşılaşmanın əvvəlində Karvan Yevlax rəqibin qapısına qol vurur və hakim qolu qeydə alır. Sonradan VAR epizodu yoxladıqda Karvan Yevlaxın oyunçusunun oyundan kənar vəziyyətdə olduğunu aşkar edir. VAR hakimə qolun ofsayddan vurulduğu barədə məlumat verir və hakim doğru olaraq qolu qeydə almır. Birinci hissənin sonlarında Neftçinin müdafiəçisi öz zərбə meydanında topa başla oynayır. VAR epizodu yoxlayır və mümkün penalti olduğundan hakimi monitoru izləməyə dəvət edir. Hakim epizodu izlədikdən sonra Neftçinin qapısına penalti təyin edir. Hakimlər Komitəsi hakimin qərarının yanlış olduğunu təsdiq edir. Qaydalara əsasən oyunçu havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyi üçün bu vəziyyət qayda pozuntusu kimi dəyərləndirilmir. Oyunun sonlarında Karvan Yevlaxın oyunçusu öz zərбə meydanında rəqibə qarşı qaydanı pozur. Hakim Karvan Yevlaxın qapısına penalti təyin edir. VAR epizodu yoxlayır. Karvan Yevlaxın oyunçusunun rəqibin ayağına zərbə indirdiyini təsdiqini tapır. Hakimin penalti qərarı doğrudur. Zirey Mişli maçının 14-cü dəqiqəsində Zirənin oyunçusu rəqibin qapısına qol vurur və hakim qolu qeydə alır. VAR epizodu yoxladıqdan sonra Zirənin futbolçusunun qolu oyundan kənar vəziyyətdən vurduğunu aşkar edir. Qol ofsayddan vurulduğundan hakim doğru olaraq qolu qeydə almır. Qəbələ Qarabağ oyununun 90+5-ci dəqiqəsində top Qəbələnin oyunçusunun əlinə dəyir. Hakimin qərarı davam olur. VAR epizodu yoxladıqda hakimin qərarının doğru olduğunu təsdiq edir. Hakimlər Komitəsinin epizodla bağlı şərhi oyunçunun əlləri bədənə yaxındır və əl topla təmasdan qaçır. Bu səbəbdən davam qərarı doğrudur. Sumqayıt Sabah maçının 80-ci dəqiqəsində Sumqayıtın oyunçusu topa təmas edir və hakim mübarizəni davam etdirir. VAR epizodu yoxlayır və mümkün əl oyuna görə hakimi monitora dəvət edir. Hakim epizodu izlədikdə ona təqdim olunan video keyfiyyət aşağı olduğundan əllə təmas olduğunu müəyyənləşdirə bilmir və bu səbəbdən ilkin qərarında qalır. Qaydalara əsasən oyunda son qərarı baş hakim verir və bu vəziyyətdə hakimə təqdim edilən videoda təmasın görmə nöqtəsinə aid etmək mümkün olmadıqda meydanda hakimin verdiyi qərar qüvvədə qalır. Sumqayıtın oyunçusu öz zərбə meydanında rəqiblə top uğrunda mübarizə aparır. Hakim bu mübarizəni penalti kimi dəyərləndirir. VAR epizodu yoxladıqda Sumqayıtın oyunçusunun topa oynadığını aşkar edir və qayda pozuntusu Sabahın futbolçusu tərəfindən edildiyi müəyyənləşir. VAR hakimi epizodu monitordan izləməyə dəvət edir. Hakim epizodu izlədikdən sonra penalti qərarını ləğv edir və doğru olaraq cərimə zərbəsi təyin edir.